İkincisi de yeniden Erbil Samir Fırsatlar kesinlikle Kazanlar Keram. İki şu alan altı. Dedim görmezler ama gördüler. O boydan onu gördüler. Allah bir derem ki Allah. Necat Gafarov. Tamam. Oyna, yok oynamır oyna. Keramet Rızaev topladı. Bunlara koyma. 9 var ve 6. Kazanlar Keram. Hele oynaysan buna futboldan iyi yani. Devam. Necat Gafarov. Hesap 6-3 oldu. Cabbar kim vurdu golü? Kafanın özü. Orhan Rızaev pek. Cabbar. Nöbeti golü Cabbar. İkinci komandasın sen. Üçüncü golden sonra. Kazanlar Keram 3. Şu alan 6. Evet baktım. İkinci top. Geldi. Gayet işin gayet. İşin gayet. İşin sağ. Teveliyev. Bazada. Değişen bir sen daha. Dönmesinden sonra bir müdahalesi var mı ikinci şanslarda? Değil. Özü. Özü 6-3. Şimalanın kıyına. Aynen. Bırak. İkincisi de yeniden vəziyyət dəyişir. Cabbarovun vurduğu golla hesab 6-3. Az önce hatırladım. Cabbarov on nömrəli oyuncu möhtəşəm qola imza atdı yenə və hesabı 6-3. İki Məmmədovun zərbəsindən sonra isə top qalkiperdə qalır. Musa geriyə qalkiperdə oynuyor. İki Məmmədov. Qafarov qarşıladı. Tevbəliyev. Ötürmə sol cinata. Metehan Ağayevə gəlir top. Və çox qüvvətli zərbəsindən sonra qalkiper 2 cəhətdə topu ram edə bildi. İki Məmmədov. Musa Quluzadəyə. Necat Qafarov. Qapı terinə yanmıramsa toxundu top və top tovara daxil olmadı. Yenə Keramet Rızaev topladı. Metehan Ağayev. Evet, top da orada. Pokerine imza attı Metehan Ağayev 4-cü goluna və bununla da hesab yenidən fərq 4 topa yüksəlir. Şivalan getdi. Xəzər Lənkəran 3.
Cabbarov. Bir dəfə qeyrdəyik. Qanağayev. Cabbarov ondan top ala bildim. Musa. Ağayevdə qalır top. Camal Aliyev. 2 Məmmədov qarşıladı. Kərəmət Rzayev. Out. Xəzər Lənkəran. İki Məmmədov. Arı ötürməsi və Nicat Qafarov qarşıladı. Alt yerini itirəcək Xəzər Lənkəran. Ülvi Cəfərov. Yenə dirəyə daxilli top İlki Məmmədova gəlir. Musa Qolozadyan. Cəfərovla bir-birlərinə başa düşmədilər və top meydançanı tərk etdi. Hələ ki hesab eynidir. Şivalan 7, Xəzər Lənkəran 3. Nicat Qafarov. İkisədə bir qolu var. Teyub. Kərəmət Rzayev qarşıladı. Əl hərəkətə Kərəmət Rzayevdən çatdırdı özünə topa. Kərəmət Rzayev daha bir cət. Ötürməsi də alanda. Cabbarov vur artıq. Zərbə və gol! Borcluydun Cabbarov bu epizodu qola tavlamağa. Axı Kərəmət Rzayev belə bir dribliklə müdafiədən sıyrıldı. Belə bir gözəl ötürmə də verdi. Və artıq sən bu qolu vurmalıydın. Vəzifəsinin ötəsindən maksimum gəldi. Cabbarov 3-cü qoluna imza attı. Və fərqi 3 topa indi. Burada isə qayda pozuntusu var və cərimə zərbəsi. Hesabı sizə xatırladıq. Şivalan 7, Xəzər Lənkəran 4. Cənub təmsilçisi Xəzər Lənkəran fərqi 3 topa indirdi. Teyub Əliyev. Mehdiqan Ağayev. Camal. Teyub Əliyev. Cabbarovun pressingi var. Out. Out Xəzər Lənkəran. Mehdiqan Ağayev. Və top da orada. Pentatrik Mehdiqan Ağayevdən 5-ci qoluna imza attı. Komandasının isə 8-ci qoluna. Xəzər Lənkəran 8. Xəzər Lənkəran 4, Şivalan 8. Sədail. Bugün əsas qapçılar nəsə oyuncu kimi fəaliyyət göstərir. Həm Sədail Əliyev, həm də Şivalan komandasının sabiq qalkibiri Məhəmməd Hüseyn Məmmədov da meydana oyuncu qismində daxil oldu. İkisi də məhz qalkibiri özü idi. Teyub Əliyev. Musa Quluzadə topla qaldı. Malov. Məhəmməd Hüseyn Məmmədov dayanlı hərəkətlər. Ötürməsi də yaxşı alındı və gol! Məhəmməd Hüseyn Məmmədovun oyuncu qismində faydasını da gördü Şivalan. Əla ötürmədən sonra Camal Əliyev fərqlənir. Hesab 9-4 olur. Əla oyun cərmə zərbəsi. Teyub Əliyev. Və 9, yox 10. Artıq 14. Fərqi 6 topa yüksəldi. Bu dəfə qolun müəllifi Teyub Əliyev oldu. Əla zərbə ilə qalkibiri məyus edə bildi Teyub Əliyev. Şivalan 10,
Xəzər Lənkəran 4. Camal Əliyev. Teyub. İkinci zərbəsi Şuvalan. Evet dostlar, canlı yayımızı bir dənə maksimum bəyənək. En az 40 bəyənə ehtiyac var. Nicat Qafarov. O zərbəsindən sonra top qapıdan aralı keçdi. Həsən Axamaylov. Qafarovda qalır top. Mehdiqan Ağayev. Yeni Mehdiqan. Teyub Əliyev. Camal. Ötürmədə səhv. Top Pülvi Cəfərovda. Kəramənd. Həsən Ağamaylov. Nicat Qafarov ondan top ala bildim. Gəl. İki Məmmədov. Teyub Əliyevdə qalar top. Teyub. Nə etdi anlamadım amma. Top özündə qalmışdı yalnız indi. Top Xəzər Lənkəran komandasına keçmişdi. Yine out yerine itirəcək Xəzər Lənkəran. Saşa Metiyev, hoş geldiniz yayımıza. Hesabı size hatırladık. Şuvalan 10, Xəzər Lənkəran 4. Gün zərbəsi Xəzər Lənkəran. Kəraməd Camal Əliyev qarşıladı. Mehdiqan Ağayev aktivində 5 golu var bu maçda. Gün zərbəsi. Və bu da double hat-trick Mehdiqan Ağayevdən divar ötürməsindən sonra özünün 6-cı komandasının isə 11-ci qoluna imza atdı. Şuvalan 11, Xəzər Lənkəran 4. Sədail. Out Xəzər Lənkəran. Teyub Əliyev. Action şans indi ola bilər. Yine Teyub. Ülvi Cəfərov. Cəfərov və top doğru yandan silkələdi. Hesabı sizə xatırlar Şuvalan 11, Xəzər Lənkəran 4. Gün zərbəsi Şuvalan. Bizim komandada. Mehdiqan Ağayev. Bu da 7-ci qolu. 7-ci qoluna imza attı Mehdiqan Ağayev. Hesabı 12-4 olur. Maraqlı bir statistika. Əgər Mehdiqan Ağayev daha 2 gol vurarsa, en az 1 gol vursa, Saşa Metiyevlə Nicat Abdullayevin rekordunu təkrarlamış olacaq. 8 qola imza atmış olacaq bir maçda. Əgər 2 gol vurarsa, Xəzər Liqası son 4 sezonunun yeni rekordunu müəyyənləşdirə biləcək. Hələ ki hesab 12-4. 12-4 Şuvalanın xeyrinə.
Necat Qafarov. Ötən turda Saşa Metirdə bu rekordu təzələməyə çox yaxın idi, yalnız bir qolu çatmamışdı. Əslində o qolu da vura bilərdi. Sadəcə oyun epizodu zamanı paxıllıq etmədi, komandalaşına ötürmə verdi və rekorddan belə desək geri qaldı. Bax, o bir asist hər şeyi bərbad etdi. Mehdiqan Ağayev. İki Məmmədov qarşılayır. Kərəmət Rzayev. İsmail Əzadədə qaldı top. Yeniden Kərəmət. Kərəmət Rzayev və qalkiberi qaytardı. İkinci zərbəsi Xəzər Lənkəran. Dostlar, canlı yayımızın bəyənisini birdən 40 çatdıraq. Yayınımız öldü təmiz. Son zərbə Kərəmət Rzayevdən gəldi, qeyri deyil. Yenə out. Hakim Ümbətov yayımıza xoş gəldiniz. Top Mehdiqan Ağayevdə. Ağayev aşırma bir vuruş və 13-4. 8-ci qolu. Bax belə. Vurdu Mehdiqan Ağayev, özü üçün hava topu sanki yüksəltdi, başla da tamamladı. Çox rahat şəkildə vurulan bu qolla Xəzər Lənkəran 4, Şivalan 13. Mehdiqan Ağayevin rekordu təzələmək üçün sadəcə bir qolu qaldı. İsmail Əlizadə. Şivalan komandası yerinə yetirdi. Teyyub, yenidən Mehdiqan Ağayev. Musa Quluzadə qarşıladı. Qafarov. Qalkibərdə qalır top. Ülvi Cəfərov və qalkiberi qaytardı. Teyyub. Kərəmət Rzayev qarşılayır. Yenə out. Xəzər Lənkəran. Kərəmət Rzayev. İki Məmmədov. Həsən Ağamayılov. Gerdə iki zərbə. Kərəmət Rzayev yerdə qalıb. Maçın bitiminə isə təqribən 5 dəqiqə falan yəqin ki qalar. Və Mehdiqan Ağayevin bir qolunu gözləyirik. Hansı ki bu qol Xəzər Liqası tarixində yeni rekorda səbəb ola bilər. Teyyub Əliyev. Mehdiqan Ağayev. Yenə Teyyub və top torda. Dubl gəldi. Teyyub Əliyevdən hesab Xəzər Lənkəran 4, Şivalan 14. 10 toplu bir fərq yaranıb. Qarşılaşmada. Fərq isə 3 topa qədər inmişdi. Ülvi Cəfərov. Musa. İkinci zərbəsi Şivalan. Mehdiqan Ağayevə top çatdı. Və qapı dirək. Rekorddan dirək araladı. Bu dəfə Mehdiqan Ağayev. Bundan sonra hansı komanda oynayır? Bundan sonra Laçın və Porto Baku duelini izləyəcəyik. Teyyub. Mehdiqan Ağayev.
Son toxunuş Qafarovdan top qapıdan alı keçdi. Hələ ki, gedişat rekordun təzələnəcəyinə şübhə altına salmaqdadır bizdə. Çünki vaxt getəcək sona yaxınlaşır. Həsən Ağamalov da fərqlənmiş oldu. Bununla da hesab Xəzərlənkiran 5, Şıvalan 14. Fərq 9 topa indi. İsmail Əzadyan, Nicat Qafarov. Növbəti out Xəzərlənkiran. Malov. Və Həsən Ağamalovdan alqışa layiq bir gol izlədik. Qüvvətli zərbə ilə toru silkələdi. Özünün ikinci komandasının 6-cı qoluna imza atdı. Şıvalan 14, Xəzərlənkiran 6. Nicat Qafarov. İki Məmmədovda qalır top. Çaparov. Təqribən son 2 dəqiqə. Çaparova qarşı qayda pozulur. Cərmə zərbəsi. İsmail Tövbəliyev. Gün zərbəsi. Şıvalan. Gün zərbəsi düzgün yerə yetirmədiyi ilə top Xəzərlənkiran komandasında. Hesabı sizə xatırladaq. Şıvalan 14, Xəzərlənkiran 6. Kərəmət Rızayev. Top qapıdan alı keçdi. Qafarov. Mehdiqan Ağayev. Ağayev və gol! Xəzər Liqasının son 4 sezondakı rekordunu dəyişmək mümkün oldu. Bunu Mehdiqan Ağayev bugünkü qarşılaşmada vurduğu 9 golla etdi. Yeni rekord uzun müddət yəqin ki yenə dəyişilməz olaraq qalacaq. Çünki öncəki rekord da eyni idi. Yalnız təqribən bir həftə öncə Saşa Metyev qala komandasının heyətində rekordu təzələməyə çox yaxın idi. 8 gola imza atdı. Eyni rekordu təkrarladı. Burada isə Mehdiqan Ağayev yeni rekordu tənzimlədi. Bir maçda 9 gol Mehdiqan Ağayev'də. Hesab isə 15-6. Yine Mehdiqan Ağayev topladı. Teyop. Qafarov. Tövbəliyev. Top qapıdan alı keçdi. Malov. Sədal Əliyev. İkinci zərbəsi Xəzərlənkiran. Və maç başa çatdı. Yekun nəticə Xəzərlənkiran 6, Şıvalan 15.